Bu Ramazan ayı Müslüman ümmətinə çox ağır keçdi. Allah Teala bu Ramazan ayında İslam ümmətini imtihan elədi. İndi hal-hazırda dünyada ən çox gündəm olan mövzu İranda olan müharibədir. Ramazan ayında Allah Teala sanki bizi imtihan elədi. Bu aydakı Allah Teala Kur'an göndərib Müslümanlara gösterdi. Ay Kur'an okuyanlar, ay oruç tutanlar, indi baxın kim Kur'anlandı, kim Trumplandı. Hamısının maskası yırtılacaq. Kimin kimliyi üzə çıxacaq. İndiyə qədər Amerikanı belə təhqir eləyən, alçaldan, sındıran olmamışdı İrandan başqa. BBC kanalında aparıcı görün nə deyir. İran hələ müharibənin başlayandan 7 gün ərzində yaxın şərqdə Amerikanın və obursu ona boğuşulanların hamısının bir mənalı hamısını təhqirlədi, hərbi bazarın darmadağın elədi. İran bir bundan başa saldı ki, bilin, yaxın şərqdə təzə rəis var, onunla hesablaşmalısınız. Yaxın şərqdə təzə rəis var, onunla hesablaşmalısınız. Dayanmadan təbliğat aparırlar müharibədən qabağa. Gəmilərimiz gəlir, qırıcılarımız gəlir. Gəmilərin biri çatmamış, üzr istəyirəm, deyirlər, ayaq yolusunda problem var, geriyə qayıtdı. Satan da ki, Abraham Lincoln gəmisi 2-3 dənə vurdular ona, getdi təmirə. 1000 neçə kilometr qalıb kənarda İrana yaxın gəlib. Hollywood kinolara baxmışdınız, uşaqlar, mən də baxmışam. Rambo 1, Rambo 2, Vietnam belə, Afqanistan belə. Rambo, gəl özünü göstər də. Mənim evimi vurdular. Oğlum, gəlinim, nəvəm şəhid oldu. Mən deyir, çıxmışam küçəyə, Amerika cinayətkara deyəm ki, biz can verərik, torpaq verərik. Xalq özü dua edir. Bu bəlkə də Amerika tarixində ilk müharibədir ki, xalqın əksəriyyəti düşmənin qələbə qazanmasını istəyir, Amerikanı yox. İran vurur, Amerikanı vursun da, niyə Müslüman ölkələrini vurur? İran Amerikanın bazasını vurur, bu bir. İkinci o tərəfdən o Müslüman ölkəsinə sual vermək lazımdır ki, sən hansı haqla, hansı ədalətlə bu müharibədən sonra dünya daha əvvəlki dünya olmayacaq. Dünya düzəni dəyişiləcək. Dünya düzəni dəyişilmək nə deməkdir? Yəni daha əvvəlki kimi dünyada hegemon, süper güc özünə deyənlər olmayacaq. İnşallah dünya düzəni dəyişildi, bilin inşallah zuhura doğru gedilir. Bu müharibə mənim bildiyim, öyrəndiyim, alimlərdən eşitdiyim, gəldiyim qanat budur ki, İranın indiki havası müharibəsi Müslüman ümməti bayram əhval-ruhiyyəsini yaşayır. Bu Ramazan ayı Müslüman ümmətinə çox ağır keçdi. Allah Teala bu Ramazan ayında İslam ümmətini imtihan elədi. İmtihan Qur'an-ı Kərimin bizlərə bir neçə ayəsində tez-tez yadımıza saldığı ən əhəmiyyətli mövzulardandır. Oruç tutarsan, namaz qılarsan, mömin olarsan, müsəlman olarsan, bununla iş bitməz. Allah Teala Qur'an-ı Kərimdə tez-tez bəndələrini, insanları iman gətirdi, mən oldum mömin, Allah nə deysən baş üstə. İman gətirənləri imtihanından tez-tez danışır. Hətta bəzi ayələrdə Allah Teala buyurur ki, elə bilirsiniz ki, imtihan olunmamış, çətin günlər görməmiş, ayənin məzmunu deyirəm, o çətinliklərə düşməmiş behiştə gedəcəksiniz. İnşallah. Amma bilin, imtihanlar ağır olacaq. Bu Ramazan ayında da, bu bayram günlərində də Müslüman ümməti bu günləri bir tərəfdən bayram qeyd eləyir, bir tərəfdən də Müslüman ümmətinin başqa bir müsəlmanların başına bombalar yağır. Bir tərəfdən bəziləri gülür, bir tərəfdən də bəziləri ağlayır. Bu Ramazan ayında Allah Teala imtihan elədi ümməti. İndi hal-hazırda dünyada ən çox gündəm olan mövzu İranda olan müharibədir. Müsəlmanlar bir də səhər ayıldılar. Ramazan ayında, Allahın ayında dünyanın ən cinayətkar ölkəsi Amerika və uşaq qatili hücum çəkiblər başqa bir müsəlman ölkəsinə. Baxmırlar, uşaq, qoca, qadın, hərbiçi, fərq qoymadan hamısını öldürürlər. Bombalar yağdırırlar. Amma unutmayaq, indi hal-hazırda dünyada imanla küfür üz-üzə qalıb. Bu müharibə Amerika ilə İranın müharibəsi deyil. Bu haqla batilin, şərlə xeyrin mübarizəsidir. İndi imanla küfür üz-üzə qalıb. Bütün dünya deyir, Amerika cinayətkardır, başında duran prezidenti birbaşa özünün ədliyyə nazirinin sənədlərində əxlaqsız, tərbiyəsiz uşaqlara uşaq ətini
bir cinayətkardır. İndi bunun qabağında duran kimdir? Ramazan ayında canını bu yolda veren kimdir? Onlar iman əhlidir. Ramazan ayında Allah Teala sanki bizi imtihan elədi. Bu ayda ki Allah Teala Kur'an gönderip Müslümanlara gösterdi. Ay Kur'an okuyanlar, ay oruç tutanlar. İndi bakın kim Kur'anlandı, kim Trumplandı. Dünya bölünüb iki yere. Müslüman özünə deyən, namaz qılan özünə deyən Amerika inandı. Ona kömək edir İranı vurmağa bu bayram günlərində. Amma Müslüman olmayan, namaz qılmayan, Hristiyan, ateist İranlandı. Hamısının maskası yırtılacaq. Kimin kimliyi üzə çıxacaq. Müharibə başlayandan çox mühüm hadisələr baş verib və maraqlı faktlar ortaya çıxıb. Mən onları bir-bir sadalayıram, söhbətimi yekunlaşdırıram. Birinci, bu neçə günə qədər müharibədən aldığımız məlumat, gəldiyimiz qənaət bizə bunu deyir. İndiyə qədər Amerikanı belə təhqir eləyən, alçaldan, sındıran olmamışdı İrandan başqa. Həmişə Amerika alçaldıb, həmişə Amerika hücum çəkib, öldürüb, yandırıb, dağıdıb, sonra da qələbə elan eləyib. Amma bu dəfə belə olmadı. Amerika özünə süper güc deyirdi. Dünyanın ən hegemon ölkəsi deyirdi. Amma indi həmin süper güc deyən ölkə özü İranın əlində avara qalıb. Yalvarır atəşkəs, İran deyir, yox. Bunu mən deyirəm, xeyr. BBC kanalında aparıcı görün nə deyir. İran hələ müharibənin başlayandan 7 gün ərzində yaxın şərqdə Amerikanın və oburisi ona boğuşulanların hamısının bir mənalı hamısını təhqirlədi, hərbi bazarın darmadağın elədi. İran deyir bundan başa saldı ki, bilin, yaxın şərqdə təzə rəis var, onunla hesablaşmalısınız. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! İran bütün dünyaya başa saldı ki, Amerikadan qorxmayın. Müslüman özünə deyən, Allahu Ekber deyən, Allah böyükdür, Amerika kiçikdir, Amerika heçdir. İmam Xomeyni'nin dediği kimi, sadə dillə deyirdi İran cəmaatına. Amerika heç qələt eləmir. Ay İran cəmaatı, qorxmayın, Amerika heç bir qələt eləyə bilməz. İran başa saldı ki, Amerikadan qorxmayın. Amerika uşaq qatili, bu ərəblər hamısı qoşuldular. Dünyanın ən güclüsü ordusu kimdədir? Amerikada. Amma nə oldu? Amerika indi İranla bazarmır. Uşaq qatili ki bir dənə Hamasla bazarmır. Öldürdüyü nəticə 70 min ancaq sivil dinc insanlardır. Birini gördüyü Fələstində özünə yaxşı güclü ordu deyən nə gündə indi Amerikanın general McKenzie gör nədir ya McKenzie indi İngilis adlarıdır bunlar. Deyir ki 50 ildən çox zəhmət çəkib biz İranın ətrafında bu ərəb ölkələrində hərbi bazalar tikmişdi. Amma İran bunları neynədi? Məhv elədi. Heç olmasa bunun əvəzində İrandakı rejim çökəydi. Nə rejim çöktü, hərbi bazalarımızda məhv oldu getdi. Bu generalın etirafıdır. Dayanmadan təbliğat aparırlar müharibədən qabağa. Gəmilərimiz gəlir, qırıcılarımız gəlir. Gəmilərin biri çatmamış, üzr istəyirəm, deyirlər ayaq yolunda problem var, geriyə qayıtdı. Çatan da ki, Abraham Lincoln gəmisi 2-3 dənə vurdular ona, getdi təmirə. 1000 neçə kilometr qalıb kənarda İrana yaxın gələ bilmir. Niyə? Təbliğat idi. Hollywood kinolara baxmışdınız, uşaqlarda mən də baxmışam. Rambo 1, Rambo 2, Vietnam belə, Əfqanistan belə. Rambo, gəl özünü göstər də. Pentagon rəhbəri, Amerikanın rəsmən müdafiə naziri Pentagon rəhbəri deyir ki, ay jurnalistlər, niyə İranı tərifləyirsiniz? Niyə bizim gördüyümüz işləri işıqlandırmırsınız? Nə işıqlandırsınlar? Müharibə başlayandan qələbə əldə eləməmisən. Pentagon rəhbəri gileylənir ki, təbliğat yaxşı getmir. Həmişə təbliğatla aldadılar. Rambo adı ilə cəmaatı. Elə bilər Venezueladır. Gecə ilə girdilər, prezidenti götürdülər, həyat yoldaşı ilə yerindən oğradılar. Yox. Orada ölkənin prezidentini öldürmədilər. Ölkəyə hücum çəkmədilər. Prezidenti gecə ilə daxili satqınlar, xəyanət nəticəsində oğradılar. Ölkə çöktü. Amma bir gecədə İranda İranın dini rəhbərini, Ayətullah Şəhid Xameneyi öldürdülər. Generalları İran çökmədi. Bu nəyi göstərir? Bu gücün dalında ilahi qüvvə durur. İnanmırsınız? Bu silah gücü deyil, bu iman gücüdür. Bilirsiniz Amerikanın hərbi büdcəsi nə qədərdir? Təkcə hərbi büdcəsi 1,5 trilyon dollardır. Trilyon dollar büdcəsi olan Amerika bu günləri deyir ki, biz İrandan bazarmırıq. Nə günə qalıb? Ukraynadan Zelenskinin, Zelenskidən kömək istəyir.
Trump başqa ölkələrə yalvarır. Gəlin Hörmüz boğazını açaq. Neftin qiyməti qalxır yuxarıya. Yapon, Çin, Avropa, NATO. Amma ona nə cavab verir? Almaniyanın müdafiə naziri. Həmin bu Almanın ki var, tanıyırsınız. İndi Ukraynada cinayətlər eləmirlər. Ukrayna xalqın, iki Slavyan xalqı bir-birinə qırdırırlar. Almaniyanın müdafiə naziri deyir ki, Amerikanın hərbi donanması əgər bir boğazı hərbi işi həll edib aça bilmirsə, biz gəlib nə edəcəyik? Ay Trump. Ən güclü ordu səndə idi də. Sən gedib İranla bazarmısansa bir Hörmüz boğazını açasan, biz nə edəcəyik? İkinci aldığımız nəticə bu oldu. Bu Amerika, bu uşaq qatili ki var, bunlarla danışmaq, müzakirə aparmaq alınan deyil. Ağamız Həzrət Əleyhisselamın Nəhcül Bəlağada bir hikmətli kəlamı var. Mən onu sizə 3-4 dəfə demişəm buradan. Yeridir burada yenə mən belə başa düşürəm. Onun məzmununu çatdırıram. İmam buyurur. Daş hardan gəlibsə, daşı elə orada qaytarın. Pisliyi şəri ancaq şər dəf eləyər. Bizim bir qədim məsələmiz var. Kobud da olsa deyim, pazı pazla çıxardarlar. Amerika ilə uşaq qatilini gərək İran kimi başa salasan. Gərək başına mərmini yağdırasan, gərək üstünə çırpasan, ta gəlsin qapıya. İndi Trump yalvarır, qəbulləmir İran. Deməli, Amerika və uşaq qatili zor və gücdən başqa bir şey başa düşmür. Onlarla dillə danışmaq olmaz. 2 dəfə İranla müzakirə apardılar. Müzakirəni dedilər, sabahda görüşəcəyik. Saat neçədə? Axşam çağı vurdular. Həmin gecəki Ayətullah Xameneini şəhid elədilər. Sabahsı gün təzədən görüş olmalıydı. Bunlar yalandan insan haqları, dövlət, hüquq, insan, bunlar boş-boş söhbətlərdir. 3. Aldığımız nəticə bu oldu. Bizə illərlə bir müsəlman ölkəsini, İranı düşmən tanıtdırmışdılar. Bu azmış kimi. Deyirlər, İran nə bacarır? İranda ya aftafa düzəldilir, istehsal olur, ya da təsbih. Düzdür? Sən demə, İranın gücü heç də təsbih ilə aftafa deyilmiş. İranın gücü bu günləri, onun o raketləri ki var, Quran ayələrinə zinətləndirib, biri qaimdir, biri zilzaldır, biri müxtəlif adlar qoyublar, siccildir. Bu günləri Amerika bazılarını yaxşı-yaxşı şumluyur, ərəblər bundan bayram edirlər. Necə oldu bəs? İranda ancaq, İran nə bazarır? İran geridə qalmış bir ölkədir. Molla rejimi deyirdiniz ha? Elə buradan da qoy deyim. Bizə tez-tez o söz deyənlər ki var, insafsız insanlar, İrandan niyə danışırsınız? İranı niyə müdafiə etsiniz? Biz sizə sual veririk ki, siz niyə danışmırsınız? Siz niyə haqdan danışmırsınız? Siz niyə Fələstindən danışmırsınız? Siz niyə Epistində, adada cinayət edənlərdən danışmırsınız? Siz niyə cinayətkar Trumpın əməllərini demirsiniz? Siz İran kimi vuruşa bilmirsiniz? Qalın qırağa. Amma heç olmasa cinayətkarları müdafiə eləməyin. İndi həmin təriflədiyiniz, özünüzə qiblə seçdiyiniz, ilahiləşdirdiyiniz Amerika, Trump yalvarır. Yalvarır ki, gəlin danışaq. Dünənləri oxudum. Razıyam. Sanksiyaları da götürürəm. Neftinizi də alırıq. Rusiyanın sanksiyalarını götürdü. Ta ki, bazarda qiymət düzəlsin. Dünya təəccüb içindədir. Baxın, İran hal-hazırda Amerika uşaq qatilinə əlavə 15 ölkə ilə vuruşur. Və İranın gücü olmasaydı, bunu bazarardı. Görün, uşaq qatili Trump nə deyir? İran çox böyük gücə malik olan bir ölkədir. İranın nəhəng bir gücü var. Heç kim İranın körfəz ölkələrinə hücum edəcəyini gözləmirdi. Biz şoka düşdük. Onlar cavab verdilər və bizim əvəzdə qarşılıq göstərdilər. Biz bilmirdik, deyir, İranın bu qədər raketləri var. Bəs nə bilirdin? Episten adasında gəzməyi bilirdin. İkinci, baxın, İran cəmaatı. Həqiqətən İran cəmaatına halaldır. Xalq əgər dövlətin arxasında durmasa, dövlət qələbə sala bilməz, yadda saxlayın. Müharibə silah rolu var, müharibədə silahın rolu var, pulun rolu var. Amma xalq əgər arxada durmasa, ilahi gücdəki öz yerində. Həmişə hər şey xalqdan da üstün ilahi gücdür. Heç vaxt ölkə qalib gələ bilməz. İran xalqına baxın, görün, İran xalqı bu günləri necə də durub. Baxın Ukraynaya. Ukraynanın arxasında Amerika, NATO və başqaları durmuşdu. Cəmaət qasır. Doğrudur videolar. Güclə küçədə basırlar, aparırlar hara? Müharibəyə. Amma İranda isə xaricdə yaşayanlar qayıdır İrana, deyir ki, mən qayıtmışam, Almaniyada yaşayırdım, başqa ölkədə eşitmişəm, mənim ölkəmə olub, təcavüz olunub.
Avropada olan yaxşı yaşayışını buraxıb gəlib İrana ki, öz ölkəsini müdafiə eləsin. Bu mühüm məsələdir. Bəli. İranın hörməti daha da artdı. Elə ona görə də Amerikanın 18 kəşfiyyat hesablamaları olan naziri və biri məşhurdur. Mərkəzi Kəşfiyyat İdarəsi CIA eşitmisiniz. Ümumi 18 dənə. Hamısı bir bazaya yığılır. Gəldiyi qənaət budur ki, İranı dəyişmək, məğlub eləmək mümkün deyil. Son məlumatdır. Əzilir, vurulur, ölən var, dağıdılır. Amma İran rejimi çöktü. Xeyr. Bunu inşallah ağamız, şəhidimiz dediyi kimi özlərindən qəbrə aparacaqlar. Ona görə də bu İran cəmaatı ki var, öz rəhbərinin dalında durdu. O qan bərəkətli oldu. Bu çox böyük nemətdir. Baxıram müsahibəsinə İranlı deyir ki, mənim evimi vurdular. Oğlum, gəlinim, nəvəm şəhid olub. Mən deyir, çıxmışam küçəyə, Amerika cinayətkara deyəm ki, biz can verərik, torpaq vermərik. Ərdəbilli ananı gördünüz də, deyir, xəstəxanadan gəlmişəm. Mən xəstəxanadaydım, eşitdim, gəlmişəm, çıxmışam küçəyə. Buradan deyəm, övladlarımı da göndərəm. Biz boyun əymərik. Qüds günü cəmaət çıxıb mitinqə, cəmaət çıxıb etiraza, mərmi yağırlar. Orada vurdular, bir neçə nəfər şəhid oldu. Mərmi yağır, Almaniyanın ən məşhur telekanalı deyir ki, bunlar nətər insanlardılar. Bunlar davadan qorxmurlar ki, heç başına mərmi düşə-düşə qorxmur. Açıq-aşkar deyir, mən orada gördüm ki, bomba düşdü, jurnalist deyir, mən qaçmaq istəmirəm. Bunlar şüar verirlər. Allahu Akbar. Bu xalqı məğlub eləmək olar. İndi biz də buradan İran xalqına üzümüzü tutub deyirik. Biz sizlə fəxr edirik. İran xalqı, biz sizlə fəxr edirik. Türkü, Ərəbi, Farsı, Azərisi, Kürdi, Bəluçi, kim olursa olsun İran xalqı ilə biz fəxr edirik. Halaldır sizə. Axirət zamanda tarix yazdınız. Bütün dünyaya göstərdiniz ki, Efestin adasında adam əti yeyənlərin qabağında duran ancaq İran oldu. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! İranın hörməti təkcə müsəlmanların yanında deyil. Baxın, təkcə şiələrin yanından danışmıram. Baxın, İranın hörməti o qədər artıb ki, bugün Amerikalı əskər, bəlkə baxmısınız videosuna, Amerikalı əskər ki, köhnə əskərdir, indi yox. Çıxıb deyir ki, ay İran, Amerikaya bir dənə dərs verir ki, yadlarından çıxmasın. Amerikalı əskər bunu deyir. Amerikalı çıxıb deyir ki, bizim əskərlərimizi ölümə göndərməyin. Ay Trump, öz oğlunu göndər getsin döyüşsün. Oğlun istirahat edir, villada kəf eləyir, bizim ballarımızı göndərsən ölümə. Amerikada ən tanınmış vəzifə sahiblərindən biri Joe Kent, Amerika Terrorla Mübarizə Mərkəzinin direktoru, rəsmi adamdır. Bu vəzifəyə Trump onu təyin edib. İstefa verir və deyir, mən təmiz vicdanla İranda davam edən müharibəni dəstəkləyə bilmərəm. Baxın, əhl-i sünnə qardaşlarımız bir video yayırlar. Mən sünniyəm, atam sünni, anam sünni, 7 əcdadım sünni. Amma mən baxmayaraq ki, özüm sünni, atam sünni, anam sünni, nəslim sünni, mən dünyada bu Efesdən cinayətkarlığa qarşı vuruşan İranın yanındayım, Şiənin yanındayım. Halaldır əhl-i sünnə qardaşlarımıza. Buradan onları salamlayıram. Amerikada məşhur bloger görünə deyir. Deyir, Amerikada cəmaət bəlkə də yeganə döyüşdür ki, dua edir Amerika ordusu qalib olmasın. Xalq özü dua edir. Bu bəlkə də Amerika tarixində ilk müharibədir ki, xalqın əksəriyyəti düşmənin qələbə qazanmasını istəyir. Amerikanın yox. Xristiyan, Məsihi xristiyan qardaşlar. Baxın, açıq-aşkar onlardan biri paylaşım edir. Deyir, biz bu günləri Tehranı bombardıman edirik. O Tehran şəhəri, onu bombardıman edirik. Həmin o şəhərdə tanınmış metro stansiyalarının biri biz xristiyanların ən müqəddəs şəxsi olan Məryəm əleyhissalamın adınadır. Amma kimin tərəfindən Amerika bugün vuruşur? Açıq-aşkar İsa peyğəmbəri və anasını təhqir eləyən, nauzubillah, ləkələyən uşaq qatilləri tərəfindən. İsa peyğəmbəri kim öldürüb? Kimi öldürmək istəyirdi? Kim satdı? Amma burada müsəlmanların da arasından olan xainlər var. Həmişə olduğu kimi kimdir? Vəhabilər və sələfilər. Sizin qeyrətiniz yoxdur. Vəhabi müftisi qayıdır, deyir ki, Amerika və uşaq qatilinin yanında Ərəb ölkələrində əskərləri cihad eləyirlər. Gördük sizin cihadınızı Fələstində. Əhl-i sünnə bazı qardaşlarımızı öldürəndə İran susmadı. Amma siz xəyanətkarsınız. Tarix bunu unutmayacaq. Qiyamətdən əlavə bu dünyada cəzanızı alacaqsınız.
tarix bunu unutmayacaq. Sizin özünüzə rəhbər dedikləriniz Epestin adasında keyf eləyib Kəbənin pərdəsini aparanlar idi. Sizdən başqa şey də gözləmək olmaz, Vəhabi sələfilər. Amma burada bir mövzuya toxunmaq istəyirəm. O da bundan ibarətdir. Çox təəssüf olsun ki, bu günləri Ramazan ayında, bu bayram günlərində müsəlmanların gözünün, dünyanın gözünün qarşısında İranı Amerika və uşaq qatili bombalayır, Amerikadan vurmur. Heç xəbərlərdə eşitmişsiniz ki, Amerika Vaşinqtondan, Kaliforniyadan, hansısa bir ştatdan filan raketi qaldırdı, İranda Tehranı vurdu. Hardan vurur? Səudi Ərəbistanı, müsəlman. Qətər, müsəlman. Küveyt, müsəlman. İordaniya, müsəlman. Birləşmiş Ərəb Əmirliyi, müsəlman. Oman, müsəlman. Bəhreyn, müsəlman. Sonra da utanmırlar Ramazan ayında oturub Quran oxuyurlar. Quran nə deyir? Ali-İmran surəsində möminlər möminləri qoyub, kafirləri dost və himayəçi seçməsinlər, özünü himayəçi etməsinlər. Kim belə edərsə, onun Allahla heç bir əlaqəsi yoxdur. Gedin, sizin elə rəhbəriniz Trumpdır, qiyamətdə də onunla məşhur olacaqsınız. Qeyri-müsəlman ölkəsi Rusiya açıq-aşkar İranın yanında olduğunu deyir. Londonda olan səfiri deyir ki, biz bir tərəf deyilik, biz İranın yanındayıq. Lavrov, Rusiyanın Xarici İşlər naziri ərəblərə deyir ki, Amerika uşaq məktəbini bombalayanda siz hardaydınız? Bugün ki, istəyirsiniz dünyadan İran bizi vurur, kömək eləyin. Bəs sizdə o hərbi bazalar neynir? Həmin hərbi bazalardan qalxıb İranda gördünüz o körpə uşaqları? Tikə-tikə elədilər. Bədən qalmayıb, əl, ayaq, məktəb sumkası qalıb. Bəzi də şübhə atıblar. İran vurur, Amerikanı vursun da. Niyə müsəlman ölkələrini vurur? İran Amerikanın bazasını vurur, bu bir. İkinci o tərəfdən o müsəlman ölkəsinə sual vermək lazımdır ki, sən hansı haqla, hansı ədalətlə, əgər imanın varsa, vicdanın varsa, sənin torpağından Amerika hərbi baza qurub müsəlman körpə balalarını qətlam eləyir. Quran da sənin cavabı verir. Bəqərə surəsində. Ayə belədir. فَمَنْ اِقْتَدَى عَلَيْكُمْ فَاقْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَقْتَدَى عَلَيْكُمْ. Tərcüməsinə baxın. Buna görə də kim sizə qarşı həddini aşsa, siz də onun kimi ona qarşı həddini aşın. Kim olmazdan fərqi olmayırıq. Sən məni hardan vurursan? Mən də oran görə vuramdır. Yox, sən məni vurma, amma mən qonşumda biri var, düşmənə yer verib, qonşunun həyətindən məni vurur. Amma mən indi qonşunun həyətini vuran deyirsən, məni vurma. Sən Amerikanı qov da. Və Allah'a şükür ərəblər. İnşallah İran qalib gəlsin, sizi də azad eləyəcək. Siz də bəlkə bir kişi kimi gün yaşadınız. İndi azınaz ağlısı nədir? Trump neçə ay bundan qabaq ərəb ölkələrinə səfər elədi. Yadınızdadır. Sonra gəldi Amerikada açıq-aşkar dedi ki, bütün ərəb ölkələrindən 4 trilyona yaxın pul yığmışam. Hərbi tayarı aldı. Bundan qabaq da demişdi, üzr istəyirəm ağsaqqallardan. Ərəb ölkələrindən kim sağmal inəydi onlar mənsum, sağıram onları. Onlara deyirdi, siz pul verin, siz İrandan qoruyun. İndi İrandan sizi qoruyurdu, nə oldu? İndi sizi İrandan qoruyan var, Dubayın adı vardı, Dubayın bancları, turistləri, Dubay şəhərində ruhlar şəhərinə çevrilib. Hamı qaçır. Amerika güclüdür, sizi qoruyacaqdır. Amerika indi öz bazasını qoruya bilmir, səni qoruyacaq. Ən dəhşətlisi nədir? Görün xəbərlərdə nə var? Təsdiq olunmuş məlumat deyə. Bu müsəlman ölkələri o qədər xaindilər. Sübut olunub. Birləşmiş Ərəb Əmirliyi özü Səudi Ərəbistanı bu ara deyir, təndir istedi, məndə bir yapım sözü var. Su bulanıqdır, mən də balıq tutum. Bunlar öz aralarında olan problemlərdir. İndi İranın şotuna, İranın hesabına həll edirlər. Səudiyanın bəzi yerlərinin sübut olub ki, bu imarat vurub, Birləşmiş Ərəb Əmirliyi vurub. Tökür kimin boynuna? İranın boynuna. Nə qədər bunlar xaindilər. Müsəlman ölkələri bilsinlər, növbə hamınıza çatacaq. Əgər İran yıxılsa, əgər İran məğlub olsa, Allah eləməsin, açıq-aşkar uşaq qatili Netanyahu deyib, Türkiyə, Pakistan, digəri, bunların hamısın üstünə hücum çəkəcəklər. İran getsə, elə bilməyin ki, xoş günlər gözləyir. Amma son, müharibənin axırı necə olacaq bəs? Narahat olmayın. Müharibənin axırı inşallah yaxşı olacaq. Görün, indidən politologlar, analitiklər təhlil edən nə deyirlər? Deyirlər, bu müharibədən sonra bilin, diqqətlə qulaq asın. Bu müharibədən sonra dünya daha əvvəlki dünya olmayacaq. Dünya düzəni dəyişiləcək. Dünya düzəni dəyişilmək nə deməkdir? Yəni daha əvvəlki kimi dünyada hegemon
süper güc özünə deyənlər olmayacaq. İnşallah dünya düzəni dəyişildi. Bilin inşallah zuhura doğru gedirik. Bu müharibə mənim bildiyim, öyrəndiyim, alimlərdən eşitdiyim, gəldiyim qanat budur ki, İranın indiki hal-hazırda müharibəsi birbaşa İmam Zaman ağanın zuhuru ilə bağlıdır. İnşallah da bir gün hədislərdə olduğu kimi İran qalib olacaq və bayrağı da inşallah Allahın köməyi ilə Qüdsdə sancacaq. İmam Zaman ağanın zuhuru ilə İsa peyğəmbərin gəlişi ilə müsəlmanlar qələbə elan edib orada cəmiyyət namazı qılacaq. Təkbir! Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Qardaşlar, mən söhbətimi qurtardım. Bir dənə sizdən xahişim ancaq budur. Bəs biz bu müharibədə hansı tərəfdəyik? Bəllidir. İnşallah haqqın tərəfindəyik. Amma bizim vəzifəmiz nədir? Vəzifəmizi doğru düzgün icra eləyək. Sabah Allaha cavab verərik. Bu Ramazan ayında, bu bayram günlərində biz necə bayram qeyd eləyə bilərik ki, bizim qardaşlarımız orada öldürülür? Onlar orada acdır. Sağ olsun müsəlman ölkələri, hətta qeyri-müsəlman ölkələr, Rusiya, o cümlədən də Çin, o cümlədən də digər ölkələr ki var, bizim Azərbaycanın içində, Tacikistan hamısı İrana yardım eləyirlər. İnşallah bu yardımlar davamlı olsun. Hamımız birimizə arxa dayaq olmalıyıq. Həzrət Əleyhisselamın buyurduğu kimi zalimin qabağında, məzluma isə arxa olmalıyıq. Onu kömək eləməliyik. Maddi köməklərinizi əsirgəməyin. Kimin gücü var, kimin bacarığı var, nəyə gücü satırsa bilin. Bugün İran-Amerika savaşıdır, haqla batilin, küfrlə imanın savaşıdır. Kim bu savabda iştirak eləmək istəyirsə, maddi köməyin eləmək istəyirsə, bilsin ki, qiyamətdə və bu dünyada Allah Teala onun əvəzini ona qaytaracaq. Həm də bu bizim vəzifəmizdir. Bizdə yaraşmaz. Ramazan ayını Allah Teala niyə bizə orucu vacib eləmişdi? İmam hədisində buyurur ki, Ramazan ayının orucunun vacib olmasının bir səbəbi də bu idi ki, biz başa düşək, aclar nə çəkir. Varlılar kasıbları başa düşsün. Toxlar acları başa düşsün. Ona görə maddi köməklərinizi əsirgəməyin. Sabah Allaha cavab verərik. 2. Sosial şəbəkədə ehtiyatlı olun. Yalandan yaysınlar ki, Amerika qələbə çaldı. Yox qardaş, Trump indiyə qədər mənim bildiyim məsələn 7-8 dəfə qələbə elan edib. Hələ də qələbə elan edir. Amma indi yalvarır. Başqa ölkələrdən kömək eləyir. Yadda saxlayın, Amerikanın başqa ölkələrdən kömək istəməsi o məğlubiyyətin nişanəsidir. Bunu biləsiniz. O gün görürəm yayırlar. Küveytin filan qəzeti heç bəlkə oxuyan yoxdur, hansısa bir 5-6 nəfər onun abunəsi var. Seyyid Müştəba Xameneyi, Allah onu hifz eləsin, gəlib Rusiyada müalicə alır. Bunu qaçırdıblar, Rusiyadadır. Müalicə alır. Yalandır. Necə ki, rəhmətli şəhid atasını gətirdilər Moskvaya, biz də onun yüzünü görmədik burada. Təzdən qaytardılar geriyə. İndi onlar onu oğlunu gətiriblər burada müalicə eləməyə. Bizim mediadakı daha dəhşətdir. Mən bu yaşıma çatmışam, öz payıma deyirəm. İndiyə qədər bizim mediada təkcə prezident onun ailəsinin ölkədən neçə dəfə qaçdığını və qayıtdığını görmüşəm. Bəlkə siz də görmüsünüz. Mediadan ehtiyatlı olun. Bu müharibədə əsas biz buna elə. İndi kimsə mediada yalandan məlumat yayırsa, mən söhbətimi yekunlaşdırıram, qurtardım. Mediada yalandan məlumat yayan bir adam bilirsə, mənim əqidəm bu deyil, mənim imanım bu deyil, mənim vicdanım bu deyil, pula xatir yalanı deyirsə, o insan ən əziz, ən hörmətli olan əqidə və vicdanı satır. Alimlərdən biri, üzr istəyirəm, ağsaqqallardan birisi nə deyir? Deyir, onun qazandığı pula xatir yalan əqidəsini satan, vicdanını satan əxlaqsız qadından da pisdir. Niyə? Çünki o pula görə məcbur olur öz canını satsın. Amma onlar isə pula görə öz imanını, vicdanını, əqidəsini satır. Çox dəhşətli sözdür. Ümidvaram ki, Allah Teala bizi bu müharibədə haqqın tərəfində olanlardan, haqqı müdafiə edənlərdən və tezliklə haqqın qələbəsini görənlərdən qərar versin.